Prognoz TV kanalına hoş gelmişsiniz. Salam, hər vaxtınız xeyir olsun. Sizlərə 16 mart 2026-cı ilin bürclərini təqdim edirik. Qoç çox şeyə nail olacaksınız. Yeni layihələrə başlamaq və cari məsələlərdə dəyişiklik etmək üçün əla gündür. Bəzi qoçlar çoxdan aktuallığını itirmiş və onlara irəliləməyə mane olan şeylərdən qurtula biləcəklər. İntuisiyanız kəskinləşəcək, düzgün qərarlar qəbul etməyə imkan verəcək və sizi səhv etməkdən çəkindirəcək. Ünsiyyət üçün yaxşı vaxtdır. Daha əvvəl tez-tez münaqişə etdiyiniz insanlarla belə ümumi dil tapa biləcəksiniz. Şübhələrə və narahatlıqlara vaxt itirməyin mənası yoxdur. Bütün planlaşdırılan işlərin öhdəsindən gələcəksiniz. Etibarlı müttəfiqlər və çoxdankı dostlar köməyinizə gələcək. Buğa səhər bəzi çətinliklərlə üzləşməli olacaqsınız, amma sonra hər şey öz yoluna düşəcək. Emosiyaların öhdəsindən gəlmək çətin olacaq. Görünən səbəb olmadan narahatlıq hücumları mümkündür. Köhnə problemlər sizi təqib edə bilər və onları həll etmək üçün biraz vaxt sərf etməli olacaqsınız. Əksər buğalar günə vacib işlərlə başlamamalıdırlar, adi rutin işləri görmək daha yaxşıdır. Günün ortasında yaxşılığa doğru dəyişikliklər göz qabağında olacaq. Rəhbərlik tərəfindən bəyəniləcək maraqlı ideyalar təklif edə biləcəksiniz. Yaxşı fürsətləri qaçırmayın, onlar kifayət qədər az olacaq. Əkizlər pis gün deyil, baxmayaraq ki, çətinliklərsiz olmayacaq. Bir çox əkizlər kiçik uğursuzluqlarla üzləşəcəklər. Başqaları ilə ümumi dil tapmaq həmişəkindən daha çətin olacaq. Hətta əvvəllər oxşar mövqedə olduğunuz məsələlərdə də fikir ayrılıqları mümkündür. Bununla belə çox narahat olmağa ehtiyac yoxdur, bütün çətinliklərin öhdəsindən gəlmək mümkün olacaq. Günortadan sonra güc və enerji ilə dolu olacaqsınız, ona görə də bütün lazımi işlərin öhdəsindən asanlıqla gələcəksiniz. Ən yaxşı tərəfinizi göstərmək və öz nüfuzunuzu gücləndirmək imkanınız olacaq. Xərçəng gərgin gündür, xüsusən də birinci yarı. Tezliklə işinizdə sizə faydalı olacaq və karyera yüksəlişinizə müsbət təsir edəcək bir şey öyrənə biləcəksiniz. Bir çox xərçənglər sərfəli müqavilələr bağlaya və perspektivli əlaqələr qura biləcəklər. Səfərlər yaxşı keçəcək, xüsusən də uzun və uzaq səfərlər. Xoş xəbərlər almağınız mümkündür. Axşama doğru yorğunluq yığılacaq. Məişət problemləri sizə özünü xatırladacaq. Bununla belə, bütün çətinliklərlə tək başına məşğul olmaq lazım deyil, əgər siz onlardan xahiş etsəniz, ailə üzvləriniz sizə kömək edəcəklər. Şir ziddiyyətli gündür. Səhər düşüncələrinizi toplamaq və müsbət əhval-ruhiyyəyə girmək çətin olacaq. Rəhbərlərlə ünsiyyətdə xırda çətinliklər yarana bilər, ona görə də şirlərin əksəriyyəti rəhbərlik tərəfindən görünməkdən çəkinməlidir. Səbirli olun, xırda şeylərlə diqqətinizi yayındırmayın, o zaman bütün problemləri uğurla həll edəcəksiniz. Günün ikinci yarısında özünüzü toparlaya biləcəksiniz. Siz mürəkkəb və qeyri-müəyyən məsələləri başa düşə biləcəksiniz. Başqalarını başa düşmək asanlaşacaq, buna görə də onların köməyinə və dəstəyinə arxalana biləcəksiniz. Qız pis gün deyil. Ancaq səhər çox sadə olmayacaq. Biraz ehtiyatsız, tələsik qərarlara və kiçik səhv hesablamalara meyilli olacaqsınız. Tələsik vədlər verməməlisiniz, onları həmişə yerinə yetirə bilməyəcəksiniz və məsuliyyətsiz bir insan kimi tanınmaq riskiniz var. Bir çox qız kənardan kömək almadan öhdəsindən gələ biləcəkləri tanış işlərə cəmləşməlidir. Bir az sonra müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. Uzun müddət həll etməyə cəsarət etmədiyiniz məsələlərin öhdəsindən gələ biləcəksiniz. Axşam dostlar və qohumlarla görüş üçün əlverişlidir. Tərəzi bu gündən çox şey gözləməyin. Səhər kifayət qədər gərgin olacaq. Hər hansı bir məsələdə başqaları ilə fikir ayrılığı ola bilər. Bütün planlarınız gerçəkləşməyəcək. Bir çox tərəzi həmkarları və tərəfdaşları tərəfindən etibarsızlıqla qarşılaşacaq, bu da onların birgə işinin nəticələrinə ən yaxşı təsir göstərməyəcək. Mümkünsə iri miqyaslı layihələrə başlamaqdan və taleyüklü qərarlar qəbul etməkdən çəkinin. Yaxınlarınızın dəstəyi emosiyaların və məyusluğun öhdəsindən gəlməyə kömək edəcək. Köhnə dost və ya sevdiyiniz insanla səmimi söhbət axşamınızı yaxşı keçirməyə imkan verəcək. Əqrəb günün başlanğıcı qeyri-adi dərəcədə əlverişli olacaq.
Sakit, balanslı və ağlabatan olacaqsınız, buna görə də başqalarının gücündən kənar problemlərin öhdəsindən asanlıqla gələcəksiniz. Bir çox əqrəblər təcrübəli həmkarlarının və yaşlı qohumlarının məsləhətlərinə qulaq assalar yaxşı olar. Yeni perspektivli əlaqələr qurmaq, nüfuzlu insanlarda xoş təəssürat yaratmaq və onların dəstəyini qazanmaq imkanı yaranacaq. Axşam yaxınlaşdıqca impulsivliyiniz artacaq və bu həmişə uyğun olmaya bilər. Buna görə də bu zaman vacib qərarlar qəbul etməməli və tələsik vədlər verməməlisiniz. Oxatan ilk cəhddə hər şey nəticə verməyəcək. Səhər uğursuzluqlar çox güman ki, öz ehtiyatsızlığınızdan qaynaqlanır. Bir çox oxatanlar öz güclərini həddən artıq qiymətləndirməyə meyilli olacaqlar və bu ən yaxşı nəticələrə gətirib çıxarmayacaq. Əlavə iş yükü götürməməlisiniz, həmişə bunun öhdəsindən gələ bilməyəcəksiniz. Böyük layihələrə başlamaq üçün əlverişsiz zamandır. Günün ikinci yarısında mühüm və xoş xəbərlər almağınız ehtimalı var. Yaşlı dostunuz və ya təcrübəli həmkarınızın məsləhəti bəzi ciddi məsələləri həll etməyə kömək edə bilər. Axşam yaxınlarınızla ciddi mövzuların müzakirəsi üçün münasibdir. Oğlaq qarşıda yaxşı gününüz var, çox müxtəlif insanlarla çox ünsiyyət qurmalı olacaqsınız və hər kəsə asanlıqla yanaşma tapacaqsınız. Bəzi rəqiblərinizi müttəfiqlərinizə çevirmək imkanı olacaq. Bir çox oğlaqlar təcrübəli həmkarından dəyərli məsləhətlər alacaq və dərhal istifadəyə verəcəklər. Siz şübhəsiz ki, dəyərli üstünlüyə çevriləcək və rəqiblərinizi qabaqlamağa imkan verəcək vacib məlumatları öyrənəcəksiniz. Bir-birinizi daha tez başa düşməyiniz üçün vacib mövzuları qeyri-rəsmi şəraitdə müzakirə etmək daha yaxşıdır. Çətin vəziyyətlərdə intuisiyanın işarələrinə diqqət yetirin. Dolça olduqca çətin gündür. Səhər qeyri-adi impulsiv olacaqsınız. Buna görə də başqaları ilə münaqişələrdən qaçmağa çalışmaq vacibdir. Hər addımı və hər sözü diqqətlə düşünün, əks halda öz təmkinsizliyinizə peşman olacaqsınız. Eyni zamanda bir çox dolçalar çox iddialı olacaqlar. Bu enerjini düzgün istiqamətə yönəltməyi bacarsanız, nəzərə çarpacaq peşəkar uğur uzun sürməyəcək. Səyahət üçün ən yaxşı vaxt deyil. Kiçik gecikmələr və nəqliyyat çətinlikləri ola bilər, buna görə də hələ də getməlisinizsə, səyahət üçün əlavə vaxt ayırın. Balıq bir çox cəhətdən şanslı olacaqsınız. Ən yaxşı tərəflərinizi göstərmək, dəyərli təkliflər vermək, ciddi məsələləri həll etmək şansı olacaq. Bir çox balıqlar təşəbbüskarlıq, əzmkarlıq və əzmkarlıq nümayiş etdirsələr, təsirli uğur qazanacaqlar. Həm işgüzar, həm də dostcasına kəsilmiş əlaqələri yeniləmək üçün yaxşı vaxtdır. Vəziyyətlər çox vaxt sizin xeyrinizə işləyəcək. Dürüstlük və düzlük, qeyri-müəyyənliyə və nöqsanlara yol vermədən ətrafınızdakilarla hər şeyi tez bir zamanda razılaşdırmağa imkan verəcək. Kifayət qədər səy göstərsəniz, gələcək uğur üçün möhkəm təməl qoyacaqsınız.